Neçə gün əvvəl bilirsiniz ki, Kiko'nun dəvəti ilə yeni kolleksiya ilə tanış olmağa getmişdik. Bu Emma Roberts'la Kiko'nun birgə kollaborasiyasıdır. Bunu sizlə tanış baza rəngləridir. Primer. Belə bir dodaq boyasıdır, iki tərəfli. Bunun 16 saatlıq qalıcılığı var. Bir qaş sabitləyicidir. Kolleksiyada digər məhsullar da var. Birlikdə açaq. Kiko'nun tuşlarını ümumiyyətlə çox sevirəm. Sız rəngi var, amma belə vuranda görürsünüz. İstədiyiniz pamadanın üzərindən vura bilərsiniz. Mənim ən çox bəyəndiyim məhsullardan biri, indi görəcəksiniz niyə. Sculptor. Çox bəyənirəm bunu. Orada sınaqdan keçirtmişdim. Effekti də çox qəşəng idi. Bunu da göstərim sizə bunu. Və dodağı həm belə nəmləndirir, həm də skrab edir. Və belə bir konsiler. Bunun hamısını sizlə birlikdə make-up edib ayrıca göstərəcəm.